Haqq Ədalət Partiyası İdarə Heyətinin iclası. HƏP-in mərkəzi qərargahı. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 192. 10 yanvar 2025-ci il. Saat 15:00. Əlaqə telefonları 055 794 24 94, 055 225 25 26. Gündəlik. 1. HƏP-in 2026-cı il üçün fəaliyyət proqramının təsdiqi. Məruzəçi, HƏP sədrinin birinci mavini Fərrux Binnətzadə. 2. HƏP Mərkəzi İcra Aparatı əməkdaşlarının 2026-cı il üçün iş planı. Məruzəçi, HƏP Mərkəzi İcra Aparatının rəhbəri Rəşad Məhəmmədov. 3. HƏP-in 2025-ci il üçün maliyyə hesabatının hazırlanması. Məruzəçilər, HƏP İdarə Heyətinin üzvü, MSK ilə əlaqələr üzrə HƏP sədrinin müşaviri Əmir Çıraq Əliyev, HƏP İdarə Heyətinin üzvü, HƏP sədrinin köməkçisi Rəşad Abbaslı. 4. HƏP Gənclər Birliyinin məclis üzvlüyünə yeni namizədin təsdiqi. Məruzəçilər, HƏP İdarə Heyətinin üzvü, HƏP Gənclər Birliyinin sədri doktorant Əkbər Cəfərov, İdarə Heyətinin üzvü Bəhram Mehdiyev. Gündəlikdəki birinci məsələ ilə bağlı çıxış edən Fərrux Binnətzadə, HƏP-in 2026-cı il üçün ilin 4 rübü üzrə geniş formada fəaliyyət proqramını təqdim etdi. Partiyanın il ərzində 85 şəhər və rayon təşkilatlarında ilk növbədə quruculuq işlərini əhatə edən və keçiriləcək seminarlar, görüşlər və müşavirələr haqda tarixləri göstərilməklə həyata keçirilən tədbirləri şərh etdi. Partiyanın bütün şəhər və rayon təşkilatlarını özlərində birləşdirən 8 regional mərkəzlərində HƏP İdarə Heyətinin nümayəndələrinin də iştirakı ilə keçirilməsi nəzərdə tutulan müşavirələrin bu il üçün yeni mövzusunu təqdim etdi. Mövzuda müasir Azərbaycan dövlətinin qurulmasından başlamış, ölkəmizin regionumuzun lider dövlətinə çevrilməsinə qədər olan dövrün siyasi, iqtisadi, hərbi, diplomatik uğurlarının geniş şərhi yer alacağı bildirildi. 2026-cı ildən başlamış partiyanın Facebook səhifələrində HƏPçiləri tanıyın yeni rubrikasının açılmasını xüsusi qeyd etdi. Bu rubrikanın oçerk və müsahibələr kimi hazırlanması nəzərdə tutulur. Rubrikanın müəllifi kimi uzun illər Dövlət qəzetində baş redaktorun mavini vəzifəsində çalışmış, tanınmış yazıcı publisist Allahyar Rahimovun namizədliyi təsdiqlənmişdir. Bununla da HƏPçiləri tanıyın rubrikası Haqq Ədalət Partiyasının tanınmış, nailiyyətləri ilə seçilən partiyanın aparıcı əməkdaşlarını geniş kütlələrə yaxından tanınma imkanı yaradılacaq. İdarə Heyəti cari ilin fəaliyyət proqramını səs vermə yolu ilə yekdilliklə təsdiqlədi. Gündəlikdəki ikinci məsələ ilə bağlı çıxış edən Rəşad Məhəmmədov HƏP Mərkəzi İcra Aparatı əməkdaşlarının cari ildə iş planını təqdim etdi. Aparat rəhbərinin və müavinlərinin görəcəyi işləri barədə geniş fəaliyyət proqramı barədə məlumat verdi. İdarə Heyəti təqdim olunmuş planı təsdiq etdi. Gündəlikdəki üçüncü məsələ ilə bağlı çıxış edən Əmir Çıraq Əliyev və Rəşad Abbaslı partiyanın maliyyə hesabatının hazırlanması üçün bütün detalları ilə görüləcək işlərdən danışdılar. Bu ilin yanvar ayının 31-də hazırladıkları hesabatı İdarə Heyətinin iclasına təqdim edəcəklərini bildirdilər. Gündəlikdəki dördüncü məsələ ilə bağlı Əkbər Cəfərov və Bəhram Mehdiyev HƏP Gənclər Birliyinin məclis üzvlüyünə hal-hazırda İngiltərədə Universitetin hüquq fakültəsində təhsilini əla qiymətlərlə davam etdirən Alpay Novruzovun namizədliyini irəli sürdülər. 2008-ci ildə Bakı şəhərində anadan olmuş Alpay Novruzov, Change the World Model United Nations GWMUN layihəsi üzrə 2 dəfə Abu Dhabi, 2 dəfə Roma, 2 dəfə New York və 1 dəfə Parisdə iştirak etmiş və 2 dəfə Honorable Mention, 2 dəfə isə ən yüksək mükafat olan Best Delegation mükafatlarına layiq görülüb. Son dəfə iştirak etdiyi New York GWMUN-da, yəni BMT-də 195 ölkədən 7000-dən çox tələbə iştirak etmişdi və onların arasından 9 nəfərdən Best Delegation mükafata layiq olanlardan biri də Alpay Novruzov olmuşdur. Buraxılış imtahanından ən yüksək bal toplamış və IELTS ilə İngiltərənin University of Portsmouth Universitetinə qəbul olub və hal-hazırda orada təhsil alır. Sual-cavablardan sonra İdarə Heyətinin üzvləri səs vermə yolu ilə yekdilliklə Alpay Novruzovu HƏP sıralarına qəbul etmiş və HƏP Gənclər Birliyinin məclis üzvü seçmişlər. İdarə Heyəti tanınmış iqtisadçı alim Professor Yaşar Bayramzadənin müraciətinə baxaraq onun fikirlərinə dərin hörmətlə yanaşıldıqlarını bildirmiş və təklifinin qəbul olunması barədə səs vermə yolu ilə qərar qəbul etmişdir. HƏP-in mətbuat xidməti 11 yanvar 2026-cı il.